Hamıya Musa kanalıma videoma hamınız xoş gəlmisiniz. Dostlar, bu yeni bir videodur. Çaşdım yeter deyim. Bu təzə videodur. İndi çək. Bu nə idi? Təzədən aldım təzə. Hər şey sıfırdır. Hamıya Musa kanalıma videoma hamınız xoş gəlmisiniz. Dostlar, bu videoda deməli bildiyiniz kimi oyuna təzə həftə gəldi. Təzə ay gəldi daha doğrusu. Ona görə də hər ölkənin bir əfsanəsi gəldi. Məsələn, Denilson var, Park Ji-sung, Burak Yılmaz kimi müxtəlif həm epik kartlar gəldi. Bunların hamısı da bütün ölkələrin əfsanələridir. Mən indi bunun haqqında belə bir video var. Video deyəndə yəni belə bir paket də var. Braziliya, İngiltərə qarışıq oyuncular gətiriblər. Bunun da haqqında sabah ya da bir sürü video gələcək. Əsas bizə lazım olan budur. Buradakı bu 18 din oyuncunun nətər alacağıq, nə qədər pul xərcləyəcəyik, onlara deyib sizə göstərəcəm. Belə videonun devamı üçün kanala abunə olub like atmağı unutmayın. Pulum da gördüyünüz kimi azdır. Yəni ikinci hesabdayım, ona görə azdır. Əsasına keçdik, deməli sözləşmələr. Burada girdik paket hissəsinə. Paket hissəsində gördüyünüz kimi burada 900 var. Yəni burada 900'ü ala bilərik. İndi içəri yəni buradan da yazılıbdı özü əfsanələrdir. İçəri. Burada əgər bunu alsa sizə 10 dənə 4000 DP-lik şey verəcək. Yəni təzə başlayanlar üçün məncə yaxşı ola bilər oyuncu artırmaq üçün. Keçdik buna. Bura baxdığımızda burada məsəl üçün bu Atep Rizal ilə Ahmet Kutucu bombacıdır. Burak Yılmaz'ın bomba şutları çok süperdi. Dostum aldı mənim. Yəni razı da qaldı. Çox qəşəng atır. Amma bunu heç kim hələ ki almır Atep Rizalı. Yəni belə baxdıqda bomba şut. Yəni bu şeydə də var. Burak Yılmaz'da Ahmet deyirəm. Bunun indi hansını almaq daha məntiqlidir. Burada indi hərənin öz fikri var. Yəni kimin məsələn sol kanat zəifsə sol kanat Park Ji-sung, santrafor yoxsa Ahmet deyirəm Burak Yılmaz, qarışdırdım kanatları. Bizə əsas olan bu deyil. Bizə əsas olan burada bir 900 var. 900. Bir də ki bura həm bura 900 gətirib. Həm də ki mağaza hissəsinə $1 ala bilərik. $1 da hardasa bərabərdir bizim 1.70'imizə. O da vergilər ilə harca gəlib çıxacaq 2 manat 83 qəpiyə gəlib çıxacaq. Bunda isə Burak Yılmaz var. Üstündə də 10 futbol parası verir. Mən də bildiyimiz kimi Azərbaycan ölkəsinə baxdıqda yəni bu oyuncuya pul vurmağı valideynlərimiz icazə verərmi, verməzmi orası onlara qalır. Bunu hansını almaq daha məntiqlidir. Bunun elə bil 900 yığıb, elə bil ona xərclədiyiniz pulu, elə bilin ki, burada elə bil 900 almışsınız da. Yəni hardasa bir 16 manat elə bil 900 yığıb almışsınız. Biri də var ki, burada 2-3 manata Burak Yılmaz almışsınız. Sadə Burak Yılmaz. Arada yəni çox var. Amma mənim məsləhətim odur ki, mən də özüm buradan alacağım ya da oradan fərqi yoxdur. Buradan Burak Yılmaz almaq daha məsləhətlidir. Mənim məsləhətim budur. Qalan da sizə qalıb, nə alar, nə almarsınız, o da özünüzə qalıb. Və video bu qədər. Dostlar, qısa bir video oldu. Belə videonun devamı üçün kanala abunə olub like atmağı unutmayın. Sağ olun, salamat qalın.